Salam olsun dostlar. Bugün biz 4-cü dərsimizin davamını edəcəyik və onun üçün birinci mən də artıq simulator sistemi açıqdır. Sizə zəhmət olmasa öz virtual maşınınıza qoşulun. Qoşulanda sizdə bu proyektə bağlı olacaq. Onun üçün açacağıq və biz Windows'a gəlib VR001 basacağıq. Və bu icma sistemində bizdə yalnız Qovuzun simülasiyası qaldığı üçün bura Rectangle seçib Rectangle bizim sistemə əlavə edəcəyik. Biraz böyüdəyim. Məncə hələ ki kifayətdir və bu Rectangle biz bağlayacağıq SVA switchimizə. SVA.tv bərabərdir 1 və rəngini göy rəngdə seçsək daha məqsədə uyğun olar. Hədd düyməsini basırıq və artıq sxemi də bağlaya bilərik. Seyr edək, ondan sonra bağlayaq. Tamam, bağlayandan sonra isə keçən dəfəki dərslərdəki kimi simulator start veririk. Test function və bir qədər gözləyirik. Dostlar, simulator start olunduqdan sonra stop və startı yenidən basmağa yaddan çıxartmayın. Tamam, simulator start olundu və pəncərəni biz artıq minimize edə bilirik. Pəncərəni də minimize edək. Və ilk növbədə biz matrix var idi bizdə yadınızdadırsa, onu avtomat rejimə keçirməliyik. Bizdə avtomat rejimdadır, amma kiminsə yadından çıxıbsa burada modu basıb oxub basırdıq və burada out seçirdik, out yazırdıq, enter düyməsi və burada səbəbini yazırdıq. Artıq avtomat rejimində olacaq sizdə də. Və indi isə qaydaq bizim bu sxemi tam bağlamayın, bu bizə lazım olacaq dərs üçün. Tamam, qoydum, balacalaşdıraq. Balacalaşdırın və sağ tərəfə keçirdim. Və indi bizim icma sxemini açaq. Onun üçün neyimə gəlib R0001 basıb kolu basırıq və gözləyirik. Bəli, bizim sxem açıldı. Açıldıqdan sonra isə gəlin bəzi yoxlanışlar edək. Məsəl üçün start düyməsini basaq və bu valve bizdə aktiv olmalıdır. Startı basanda tamam, bura 1 yazırıq. Enter düyməsini basırıq. Bəli, və bizdə gördük ki, klapan işə düşdü. Klapan işə düşdükdən sonra gəlin SVA switchini aktiv edək. Onun üçün bu sxemə qayıdıb 10 düyməsini 2 dəfə basırıq və gördük ki, baseyin artıq doldu. Bu klapan söndü. Bu klapan da avtomatik xoda düşdü. Bəli, dostlar, təbrik edirəm hamınızı özümdə və təşəkkür edirəm dərsə görə. Sualınız olsa bizim kanala yazarsınız. YouTube kanalımızda da sual yaza bilərsiniz. Direct olaraq Taskclass saytında da yaza bilərsiniz. Təşəkkür edirəm hamınıza.